Cənab Trampın bax dünən ərzində verdiyi bir neçə bəyanat. Birincisi, Xamneyinin ölməsi xəbərini rəsmən o ifadə elədi. Ardından mən bayaq dediyim, xatırlatdığım məsələ ki, bir həftə ərzində bütün məsələlər həll olunacaq və artıq İranda da kimin idarə edəcəyi bəllidir və ad çəkməsə də bir neçə qüvvənin üzərində hələ də məsləhətləşmələrin getdiyi bəlli oldu. Sizcə kimdir və Amerikanın bundan sonraki addımları necə olacaq? Elçin mənim xatırlayırsa, elə sizin bu məsələlərlə bağlı bir verilişinizdə, son verilişlərinizin birində belə bir məsələ müzakirə olunur ki, ümumiyyətlə müharibə olacaq, olmayacaq və o zaman mən sizin sualınıza cavabımda söylədim ki, olacaq, müharibə olacaq və ya olmayacaq məsələsi müzakirə məsələsi deyil. Söhbət ondan gedir ki, o nə zaman olacaq? Bu daha aktual məsələdir və artıq müharibə başlayıb və Donald Trump'ın artıq məlumat vermişdi. Birinci məlumat o yaydı. Netanyahu da eyni məlumat yaydı ki, İranın ali dini rəhbəri artıq öldürülüb və kəşfiyyat məlumatları var, təksib edilməz həm də video çəkilişlər var. Bunlar hamısı bəlli idi. İndi sual ondan ibarətdir ki, bundan sonra hadisələr necə inkişaf edə bilər və kim deməli İranda ali dini rəhbəri əvəz edə bilər. Bu məsələ ilə bağlı Donald Trump çox, necə deyərlər, böyük mübahisələrə səbəb ola biləcək bir açıqlama verdi. Söylədi ki, onların artıq İranda hakimiyyətə gətirə biləcək adam var və çox yaxşı adamdır ifadəsi işlətdi. Amma kimdir o? Bu vaxtda heç bir məlumat vermədi. Yəni, bu məsələni məxfi saxladı. Bu dərhal müəyyən siyasi spekulyasiyalara səbəb olub ki, bəlkə söhbət Rıza Şah Pəhləvidən gedir. Çünki Münhen Təhlükəsizlik Konferansından onu dəvət eləmişlər. Son hadisələr fonunda o xeyli fəallaşıb. Amma yaxşı oğlan deyil axı o. Yəni, belə ifadə işlətmişdən də o da bəllidir ki, Donald Trump bir müddət öncə ona xüsusi bir simpatiyasının olmadığını da ifadə eləmişdi. Ona görə soruşdum. Bəli, ifadə eləmişdi. Yəni, bu vəziyyətdə spekulyasiyalar baş verir də. Yəni, bu cür ifadələr. Çünki yeganə adı çəkilən o idi. Ondan başqa kim gələcək məsələsi sual altındadır. Mənə elə gəlir ki, indiki situasiyada hələ ki, sanki biraz da açıqdır, bir müvəqqəti hökumət fason bir şey yaratmaq istəyirlər. Və burada ən real namizəd kimi Pezeşkiyanı görmək olar. Niyə Pezeşkiyanı mən söyləyirəm? Birincisi, Pezeşkiyan liberal islahatçı dairələri təmsil edir və o regionda məsələlərin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəflərdən biri olub və məlum dekabr ayının 28-dən keçən il başlanan xalq etirazları fonunda da o əskərləri xalqa güllə atmamağa, problemi dinc yolla həll olmağa bir çağrışları ilə yadda qalmışdı. Bir daha qeyd edirəm, konservativ qanadın deyil, mühafizəkar qanadın deyil, daha sonra liberal islahatçı qanadın nümayəndəsi bu nöqteyi nəzərdən Pezeşkiyan maraqlı görünə bilər. Həm də nəzərə alsaq ki, İranda bir 40-45 milyonluq Azərbaycanlılar yaşayır, soydaşlarımız yaşayır və böyük qüvvədir. Bu nöqteyi nəzərdən də onun fiquru cəlbedici ola bilər. Yeri gəlmişkən, Rıza Pəhləvini Azərbaycanlılar da qəbul etmirlər və ümumiyyətlə ona münasibət çox mənfidir. Yəni, kimin gələcəyi ilə bağlı sual hələ bəlli deyil, amma burada başqa bir həqiqət də var. Bir sualın cavabını tapmaq ona görə çətindir ki, doğrudan da Vaşinqton indiki situasiyada hal-hazırki rəhbərlik, daha doğrusu sıradan çıxarılmış rəhbərlik əvəz eləyən eyni qanaddan olan, yəni İrandakı bu ruhani hakimiyyəti ilə danışıqlara gedəcəkmi? Yoxsa ümumiyyətlə hakimiyyəti devirib xalqın əlinə keçməsi və yeni bir namizədin dindən, ruhanilikdən uzaq, teokratik olmayan, yəni demokratik bir hakimiyyətin qurulmasına bağlı bəlkə planları var, onu həyata keçirəcək. Hər şey asılı olacaq müqavimətdən. Əgər doğrudan da İranın Birləşmiş Ştatlara qarşı mübarizəsi yeni müstəviyə keçərsə, proksi qüvvələrdən istifadə yeni məzmun alarsa və bu halda Hizbullah və Hizbullahın, Həmasın, sonra Qara Dənizdə Husələrin, İraqda deməli müəyyən o şiələrlə bağlı qüvvələrin fəallaşması və Birləşmiş Ştatlara qarşı terrorçu hücumların reallaşdırılması fonunda mənzərə biraz dəyişilə bilər və
yeri gəlmişdən Trump da belə bir ifadə işlədi ki, biz ola bilsin ki, variantlardan biri kimi müharibəni bu mərhələdə saxlayaq və yenidən bir neçə il sonra bu məsələyə bir də qaydaq. Bu ifadə yəqin ki, düşünməyə əsas verir ki, Birləşmiş Ştatlar hər şeyi gözləyir ki, xalqın etirazı və xalqın məsələyə münasibəti necə olacaq və doğrudan da xalq vəhdət nümayiş edib indiki hakimiyyətin devrilməsində maraqlı olacaq, yoxsa yox. Bu kimi suallar bu günlər hələ ki açıq qalıb. Yəni, biraz da açıq desəm, Donald Trump'ın bu müharibəni sona dək aparıb, İrandakı mövcud hakimiyyəti tamamilə devirmək niyyəti nə səviyyədədir? Onu edəcəkmi? Yoxsa ölümcül zərbə indirdi, amma hakimiyyəti tamamilə devirmədi, onu zəiflətdi və yenə də pauza verdi, strateji pauza, yəni bir neçə il gözlədi. Bu kimi suallar bugün aktualdır. Mən elə gəlir ki, ən azı bir həftə, 2 həftə ola bilsin ki, bu zərbələr davam etdirilsin. Ondan sonra sakitçilik, biraz aktiv fazada geri çəkilmə və ondan sonra xalqın irəli çıxması və bu proseslərdən asılı olaraq hesab edirəm ki, sizin qaldırdığınız sualın cavabını vermək daha asan olacaq.